Salam uşaqlar, belə bir sual izah edəcəm. Belə suallar həm buraxılış imtahanlarına, həm də blok imtahanlarına düşür. Ona görə də 9, 10, 11-ci sinif şagirdləri bu tip video dərslərimizi izləyə bilərlər. Sualda deyir ki, AD parçasının uzunluğunu tapın. AD parçasına x qoyub, onda biz x-i tapacaq. Burada iki dənə düzbucaqlı üçbucaq var. Birinci böyük düzbucaqlı üçbucaqdan istifadə edib AC-ni tapacaq. AC-yə bir y qoyuram. Deməli, böyük düzbucaqlı üçbucaq baxın. B, A, C. Bu düzbucaqlı üçbucaqdır. Pifagor terimindən istifadə edirəm. Pifagor terimi də belədir. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Katetin biri y-dir, olacaq y-in kvadratı plus. Digər katetdə B-dən C-yədir. B-dən D-yə 2 kök 3'dür. D-dən C-yə də kök 3'dür. Bunları toplayanda BC olur 3 kök 3. Yəni 2 kök 3-lə kök 3'ü topladım. BC oldu 3 kök 3. Yazıram 3 kök 3'ün kvadratı. Bərabərdir hipotenuzun kvadratı. Yəni 6'nın kvadratı. Bu da 36 olur. Y kvadrat plus 3 kök 3'ün kvadratı 27 olur. Bərabərdir 36. Y kvadrat da bərabərdir. 36'dan 27'ni çıxıram 9. Əgər bizdən AC-ni soruşsaydı, onda Y olacaqdı 3. Amma bizdən burada AC-ni soruşmur. Bax, bunu heç yazmağa dəyməz. Bizə Y kvadrat lazım olacaq. İndi keçirik buradan X-i tapmağa. X-i tapmaq üçün də bu kiçik düzbucaqlı üçbucaqdan istifadə edilir. Baxın, A, D burada olmalıdır. Sürüşür, bura düşür. Deməli, A, D, C, baxın, bu düzbucaqlı üçbucaqdır. Bu katet Y idi, artıq onun kvadratını tapdım, 9. Bu DC də kök 3 verilirdi. Bunda bu katetlə bu katetin kvadratları cəmi toplayıb hipotenuzun kvadratına bərabər edəcəm. Yazaq, Y-in kvadratı, buranın kvadratı, plus buranın kvadratı, yəni DC-nin kvadratı. DC də kök 3'dür. Yazıram kök 3'ün kvadratı. Bərabərdir AD. AD də x-dir. Olacaq x-in kvadratı. Buradan Y kvadrat, bax burada tapmışdım, 9 plus. Kök 3'ün də kvadratı 3 olur, bərabərdir x kvadrat. Buradan da x kvadrat bərabər toplayanda 12 olur. Bundan da kök alanda kökdə 12. Bu da 4 vurulsun 3'dür. 4'dən 2 çıxır, bu kökdə qalır. Deməli, cavab oldu 2 kök 3. Deməlidir.